Müsahibim Patrik Kanagasinkam'dır. BMT'nin məskunlaşma üzrə regional direktoru. Mr. Patrik. Cənab Patrik, ilk növbədə təşəkkür edirik bizə müsahibə verdiyiniz üçün. İlk növbədə sizin fikrinizi eşitmək istəyərdik. Bu forumla bağlı fikirlərinizi eşidək. WUF-un özünə gəldikdə biz WUF 13-cü sessiyası həqiqətən çoxsaylı, maraqlı tərəflərin, müqabil tərəflərin, vətəndaş cəmiyyətlərinin, hökumət rəsmilərinin, dövlət və özəl sektorun bir araya gəlib çox vacib və sistematik məsələlərin müzakirə edə biləcəyi bir arenadır. Və yəqin siz də bilirsiniz ki, bizim yaşadığımız dünyada insanların artıq milyonlarla insanların adekvat yaşayış yerlərinə, yəni şəraiti yoxdur. Milyardlarla insanlar qeyri-adekvat şəraitdə yaşayırlar. O isə bizim birgə həll yollarını yaratmaq üçün müxtəlif əməkdaşlıqlara ehtiyac var. Yəni bu bir qurumun deyil, nə hökumət, nə vətəndaş cəmiyyəti, nə özəl sektor tək başına öhdəsindən həll yollarını tapa bilməz. Odur ki, bir araya gəlməli, əməkdaşlıq etməli, tərəfdaşlıq çərçivəsində birgə həll yollarını tapmalıyıq. Cari forma gəldikdə isə, yəni Gənclər Assambleyasına toxunsaq, bizi həqiqətən də həyəcanlandıran odur ki, BMT məskunlaşma, uşaqlara, gənclərə kifayət qədər investisiya qoyaraq onların səslərinin ucalmasına çalışır ki, onların səslərinin eşidilməsi bəli artıq bir sıra həll yollarına gətirib çıxarır. Və bir neçə saat əvvəl siz bizi görüş keçirdiniz, elə deyilmi? Bəli, və uşaqlar və gənclərlə bağlı bir toplantıda iştirak etdiniz. Biraz bizi bu məsələ ilə bağlı məlumatlandıra bilərsinizmi? Gənclər bəli həll yollarında iştirak etmək istəyirlər. Onlar həll yolları ilə bağlı diktə edilmək istəmirlər. Niyə? İki səbəb. Çünki onların təklif edə biləcəkləri çox mühüm unikal məqamlar var. Data olsun, texnologiya olsun. Eləcə də hətta bəzi maliyyələşmə ilə bağlı həll yollarına gəldikdə gənclər ələlxüsus inanılmaz yaradıcı həll yollarını təklif ediblər və onları təcrid etmək heç kəsə faydalı olmayacaq. Tam əksinə onlar fəal iştirakçı olmalıdırlar. Yəni pasiv həll yollarının qəbul edicisi deyil, tam əksinə onlar öndə olmalıdırlar. Ona görə Gənclər Assambleyası sadəcə işini dinləməklə bitirmir. Bu simvolik olmamalıdır. Dinləmə özü fəal, kritik məsələlərə, həll yollarına gətirməlidir. Bu isə gənclərin, uşaqların gələcəkdə töhfə verəcəkləri nəticələr çox vacib, sistematik şəkildə bizim birgə həll yollarımız istər şəhərlə bağlı, şəhərləşmə ilə bağlı, yaşayış məskənləri ilə bağlı problemlərə töhfə vermiş olsun. Azərbaycan cari forma ev sahibliyi edir. Siz Azərbaycanın fəaliyyətini urbanizasiya prosesində necə qiymətləndirirsiniz? Bu barədə düşünərkən WUF-un 13-cü sessiyası harada keçirilir? Azərbaycanda. Azərbaycan ev sahibidir. Bəli, biz bu amil, bu fakt bizi çox şad edir və Azərbaycanda eləcə də baş verənlər olduqca yaradıcıdır, innovativdir və həmçinin bizim üçün hamılıqla müəyyən sahələrdə Azərbaycanın təcrübəsindən istifadə etməyə kömək edir. Ələlxüsus gənclərin və uşaqların da gələcəkdə həll yollarının Azərbaycan təcrübəsi bir bariz nümunə ola bilər. Eyni zamanda Azərbaycan təcrübəsindən biz də öyrənə bilərik. Deyə bilərikmi? Bütün ölkələr, bu forumda iştirak edənlərin hamısının fəal olduğunu deyə bilərikmi? Bizi yenə də BMT agentliyi olaraq sevindirən mandatımızla amillərdən də biri odur ki, biz çoxsaylı təşəbbüslərin səsləndiyini, yarandığının qlobal cənub adı altında şahid oluruq. Bunun mahiyyəti nədir? Hansı nəticələri gətirib çıxarıb? Bir, problemləri müəyyənləşdirib və iki, eləcə də bizə həll yollarını da həmin o problemlərə bütün qlobal cəmiyyədə
tapmağa kömək edir və biz bu gün də kifayət qədər çoxsaylı gənclərin istər texnologiya olsun, data olsun və yaxud da ki, maliyyə inklüzivliyi ilə bağlı həll yollarını eşitdik və bu sadəcə bir coğrafiyadan, dünyanın bir qitəsindən deyil, çoxsaylı qitələrdən gənclərin və bu həll yollarında cəlb edilməsi onların parlaq gələcəyinə xitab edir. Yəni iqlim dəyişikliyi, fəlakətləri düşünərkən şəhərləşmənin, urbanizasiyanın ona mənfi təsirlərini də danışırıq. Bilirik ki, təbii amillər də var. Yəni biz necə bu problemləri necə həll edə bilərik? Bayaq da qeyd etdiyim kimi yaşayış yerləri, eləcə də ki, iqlim dəyişikliyi yaşayış yerlərini qarşılaşdırsaq, yəni heç bir qurum, bayaq da təkrar edim ki, heç bir sektor ayrı-ayrılıqda bu məsələlərin tək öhdəsindən gələ bilməz. Bunu iqlim dəyişikliyinə də şamil etmək lazım. Bəli, bugün gənclərin fikirlərini eşitdik, onları biz dinlədik, biz həqiqətən də çox həvəsləndirdik. Rövnəqləndik ki, biz həddindən artıq bu sahədə bu işin uzmanı, təcrübəsi olan insanların, mütəxəssislərin fikirlərini dinlədik və hələ dinləyəcəyik bu həftə ərzində. Müxtəlif proqramlar, görülən işlər böyük bir fərq yaradır. Bəli, əslində həqiqətən də problem barədə danışmaq o qədər də çətin olmaya bilər, amma müəyyən həll yollarını da gəlin müzakirə edək. Onları biz kölgədə qoymayaq. Və bu mümkün həll yolları bizə kifayət qədər daha da istəkli işlərimizə inklüziv olaraq daha da həvəslə işlərimizi icra etməyə sövq edir. Və mənim son sualım Kenya ilə bağlı olacaq. Mən 2 il əvvəl Kenyaya ziyarət eləmişdim və bizim iqlim dəyişikliyinin məhz ölkəyə necə təsir etdiyini eşitmişdim. Bu barədə nə deyə bilərsiniz? Yəni sırf Kenyanın urbanizasiya ilə bağlı fəaliyyətləri nə yerdədir? Ola bilsin ki, BMT məskunlaşma proqramı ilə aid olmasa da fikriniz eşidək. Bəli, elə də deyil, müəyyən aidiyyatı var, əlaqəsi var. BMT məskunlaşma proqramı olaraq 2 BMT agentliyi əslində qlobal cənubda yerləşir və hər ikisi də təsəvvür edin ki, Kenyada yerləşir. BMT Ətraf proqramı və BMT məskunlaşma. Yəni Kenya və digər BMT üzv dövlətləri kimi də bir sıra təşəbbüslərdə öndə olub, eyni zamanda sektorlar arası yaradıcı həll yolları sahəsində də, iqlim sahəsində də biz az töhfə verməmişik. Yaxşı xəbər və həqiqətən də bizi hamımızı rövnəqləndirən odur ki, bəli, müsbət təcrübələri bir-birimizdən üzv dövlətlər öyrənə bilər. Cənab Patrik, təşəkkür edirəm, minnətdaram müsahibə üçün. Xatırladım ki, müsahibim Patrik Kanagasinqam idi, o UN Habitat'ın regional məsələlər üzrə direktorudur.